Hamınıza salam dostlar. Bugün sizlərə sifətin dərəcəsi olan adi dərəcəyi başa salacağım. Əvvəlcədən videoya keçmədən kanala abunə olub like atmağı unutmayın. Azaltma və çoxaltmanı başa saldım. İndi isə adi dərəcədir. Adi dərəcənin sintaktik və morfoloji üsulu yoxdur. Adi dərəcə əlamətin adi halda olduğunu bildirir. Məsələn, bir sifət yazaq. Sarı, gözəl, qara və s. Yəni belə. Məsələn, sarı, gözəl, qara və s. Ağ, qırmızı. Belə, yəni bu sifət olmalıdır. Və adi dərəcədə heç bir şəkilçi və ya söz artırılmır. İndi bəzi sözlər var ki, bunu siz qarışdıra bilərsiniz. İndi göstərəcəyim sifətlər hamısı adi dərəcədə olan sifətlərdir. Ala-bula, açıq-aydın, açıq-aşkar, kəm-hövsələ, kəm-savad, bumbuz, bir də balaca. Bundan əvvəlki videoda çoxaltma dərəcəsində demişdim ki, balaca sözü adidir. Biz indi hardan bilək? Deyək ki, bala da bir məsələ ananın balası. Bala. Cəcədə çoxaltma dərəcəsində var. Biz onda bunu gəl çoxaltma dərəcəsi götürək. Xeyr, bu çoxaltma dərəcəsi deyil. Balaca, lap balaca deyil. Məsələn, deyək ki, çox balaca deyil, lap balaca deyil. Yəni bu adi dərəcədir. Bumbuz. Biz indi deyərik ki, bumbuz çoxaltma dərəcəsidir. Xeyr, görürsünüz ki, buz və bumbuzda biz bum deyə belə bir şəkilçi söz keçməmişik də, yəni çoxaltmada. Yəni çoxaltmada belə söz yoxdur deyə bu adi dərəcədir. Bunlar adi dərəcədə olan sifətlərdir. Və bu üç sözdə adi dərəcədə olan sifətlərdir. Tünd rəngli, tünd xasiyyətli və ağbəniz. Yəni burada hansı sözlər görürüksə, hamısı adi dərəcədə olan sifətlərdir. Ala-bula, açıq-aydın, açıq-aşkar, kəm-hövsələ, kəm-savad, bumbuz, balaca, ağbəniz, tünd xasiyyətli və tünd rəngli. Bunların hamısı adi dərəcədə olan sifətlərdir. Adi dərəcəyə aid bir qaydamız da var. Tünd sözündən sonra isim gəldikdə bu söz adi dərəcədə olur. Həm də bu söz ayrı yazılır. Məsələn, deyə bilərik ki, tünd çay deyə bilərik əslində. Tünd çay. Görürsünüz ki, tünd sözündən sonra isim gəlibdir. Tünd isə sifətdir. Yəni, tünd sifətindən sonra isim gələrsə, bu söz ayrı yazılır. Nə defislə, nə də birləşik yazılır. Dostlar, bu günlük də qaydamız, mövzumuz belədir. Kanala abunə olub, like atmağı unutmayın. Sağ olun.